Qarğa 1989-cu ildə James Obarın öz şəxsi itkisindən ilhamlanaraq yaratdığı, yazdığı bir qrafik gotik romandır. Hansı ki yazar, yəni James Obar öz nişanlısını maşın qəzasında itirmişdir və burada da mövzu olaraq nişanlısını itkisini qəbul eləməyən, itkisindən sonra dirilərək onun intiqamını alan Erik obrazını biz görürük. Bir növ yazar Erik obrazında belə deyim, o ağır ölüm ağrısını, o itkinin travmasını bir növ bu romanda bizə yansıdıbdı. Bu roman haqqında birinci bunu deyim unutmadan. Qrafik roman nədir? Qrafik romanlar bizdə o qədər də oxunulmur və yaxud da ki, deyərdim ki, heç bilinmir, tanınmır. Çünki biz ədəbiyyat deyəndə əsasən yazılı belə deyim, ədəbiyyat nəzərdə tuturuq, amma qrafik ədəbiyyat da ədəbiyyat hesab olunur. Sadəcə olaraq orada yazı ilə yanaşı həm də qrafik təsvirlər olur. Bu səbəbdən də həm də o incəsənət nümunəsi kimi dəyərləndirilir. Heç vaxt yəni qrafik ədəbiyyat oxumayanlar üçün Dekrov Qarğa qrafik romanını məsləhət görərdim. Əgər gotik üslubda, yəni oxumağı sevirsinizsə, romanlar və yaxud da ki, filmlər izləməyi sevirsinizsə, 1994-cü ildə isə Hollywoodun deyərdim ki, ən belə qalmaqallı filmlərindən birisi olmuşdu bu. Çünki bu filmin çəkilişlərində baş rolu canlandıran, Erik obrazını canlandıran Brando Lee, yəni Bruce Lee-nin oğlu bu filmdə qəza nəticəsində həyatını itirmişdir. Və əlbəttə ki, bu müəmmalı ölümdür. Çünki ölüm səbəbi ilə deyirlər ki, orada filmdə çəkilişlər zamanı Erik ölümsüz olduğu üçün silahla vurulur, amma o ölməməlidir. Amma çəkiliş zamanı real silahla atəş açılmış olur və Brandon Lee həyatını itirir. Daha doğrusu çəkilişdə öncə başa düşmürlər nə baş verir, sonra anlayırlar ki, ayağa qalxa bilmir. Onu xəstəxanaya çatdırırlar, 5 saat əməliyyat olur, lakin qanaxmadan həyatını itirir. Daha sonra Brandon Lee-nin anası məhkəməyə müraciət eləmişdi və bu mövzu çəkiliş haqqında məhkəmə qərarları və s. tamamilə məxfi şəkildə keçirildi. Əlbəttə ki, yəni müzakirələrə səbəb oldu. Çünki çəkiliş dəfələrlə məşq zamanı bu səhnələr təkrarlansa da necə ola bilirdi ki, o silahın içərisində, yəni real silah olmuş olur, patron olmuş olur və yəni belə bir qəza Hollywoodda da dediyim kimi Hollywoodun ən qalmaqallı filmi olur. Məhz elə bu səbəbdən də düşünürəm ki, daha sonradan, yəni bu ölüm səbəbindən sonra film çoxlu izlənilir. Həm deyərdim ki, oradakı Brandon Lee-nin qrimləri, gotik qrimləri, kostyumları, ekstravagant kostyumları, həm də filmin bu ölüm səbəbilə film daha sonra kult bir film olmuşdur. Filmdə Erik obrazı deməli eynilə James Obar necə ki nişanlısını itirmişdi, yəni yansıdığını görürük bu romanda onun. Çünki film başlayanda Erik nişanlısının evinə gəlir və burada quldurlar onların evlərini basırlar. Onun nişanlısı Şeliyə təcavüzlər edilir və daha sonra özünü də, yəni hər ikisini öldürürlər. Və bu intiqam hissindən sonra, yəni intiqam almaq üçün yenidən Erik dirilir və ölümsüz olur. Hansı ki, ölümsüz deyəndə iki şəkildə Eriki məğlub eləmək olur. Ya intiqamını aldıqdan sonra, yəni bir növ belə deyim, razılaşma olur ki, yenidən dirilsin və intiqamını alsın. İntiqamını almaq sonra yenidən ölməlidir və ya qarğa, filmin adı da qarğa olduğu üçün Eriklə yanaşı həmişə bir qarğa təsviri görürük biz orada. Eriki məğlub eləmək üçün və yaxud da ki, sən o qarğanı öldürməlisən, çünki özü ölümsüzdür. Yəni ona dəfələrlə silahlı atəş açılsa da ölmür, qanamır, yaralanmır və film boyunca mövzu olaraq bizə səhnələri göstərilir, o cinayətkarları tək-tək tapır, öldürür. Daha sonra isə qəbrə qayıdır, yəni ölümü ilə üzləşəndə biz görürük ki, Şelini görür və
Onlar birləşirlər yenidən. Burada ölüm mövzusu, itkinin ağırlığı, travması, ölümü qəbullana bilməmək, bir növ ədalət də deyərdim, intiqam hissi. Yəni ölümün bir son deyil, yəni ölümün sevgini yox eləməsi yox, əksinə ölümsüz, ölümlə sevgi bir növ ölümsüz olmuş olur. Çünki sevgililər əbədi birlikdə olurlar öldükdən sonra. Film dediyim kimi qrafik romanda Erik obrazı daha çox İncildən ayələr gətirir, cinayətlərini törədərkən, amma filmdə bunu biz görmürük. Film daha çox məkan olaraq yenə də deyirəm, məsələn, Drakula filmində də bunu demişdim. Gotik filmlərdə boğuq, melanxolik, qaranlıq, dumanlı və yaxud da ki, yağışlı, məsələn, burada da Erik həm də rock ulduz olur və onun mahnısı olur Hər zaman yağış yağmır, yağmaz kimi. Yəni məkan olaraq, atmosfer olaraq belə təsvirlərdir. Geyimlər olaraq ekstravagant, gotik belə deyərdim, geyimlər, qara rəngdəki geyimlər, solğun ağ üz dərisi, çox qara rəngdə göz makiyajları, qrimlər deyərdim mən onlara. Və bu filmdən sonra Erikin o qrimi daha sonra metal qruplarında da, kult filmlərdə də artıq bir belə deyim, məşhurlaşmışdı. Bəlkə də ölümünün də bunda təsiri var, amma yəni o dönəmin hansı ki, gotik belə üslubun Amerikada dəb olduğu, yaygınlaşdığı dönəmlərdə rock musiqisi eyni zamanda biz o dönəmlərin təsvirlərini görürük. Gotik əgər qrafik roman özəlliklə oxumamış olanınız varsa da və yaxud da ki, təcrübə eləmək istəyirsə, bu romanı məsləhət görərdim və film olaraq da Drakuladan bu arada gotik filmlərin də növləri olur. Məsələn, Drakula qorxu gotik romanı idi. Daha sonra da onun filmini çəkmişdilər. Crow isə aksiyon gotik filmidir. Yəni gotik üslubu izləmək istəyirsinizsə, yenə də deyirəm, hər adam çünki sevmir oradakı boğuq atmosferi. Bu filmi mütləq ki, məsləhət bilərdim. İntiqam hissi, ölüm travması, ölümü qəbul eləməyiş, ədalət anlayışı filmdəki əsas motivlərdən biridir. Və Bruce Lee-nin də ölümü bu Bruce Lee-nin oğlunun daha doğrusu ölümü bu filmi belə deyim, daha da tarixə deyərdim ki, yazdırmışdı adını. Yəni belə film haqqında deyə biləcəyim Bruce Lee-nin oğlunun da özü kimi, çünki Bruce Lee özü də rəqiblər tərəfindən cinayətə qurban getdiyi deyilirdi. Yəni onun da ölümü belə müəmmalıdır. Eyni şəkildə oğlu da 28 yaşında, çox gənc yaşda. Hansı ki, bundan öncə 3-4 filmi daha var. Yəni çox qəribə şəkildə ölümü bu Bruce Lee-nin çünki əslində bir fəlsəfəsi var, amma onu sadəcə bir döyüş filmi olaraq izləyirlər. Amma düşünürəm ki, yəni Azərbaycanda tanınır, amma oğlunun da eyni onun kimi aktyorluq elədiyini və onun kimi belə mənalı ölüm olduğunu çox bilmir. Yəni maraqlı olmaq istəyənlər, dediyim kimi, bu danışdıqlarımdan hansısa maraqlıdırsa, bu filmi və yaxud da ki, qrafik romanı məsləhət bilərdim.